Şuşaya ən uca zirvəsindən baxırıq. Görünən mənzərə sülh qədər sakit, qərar qədər qətidir. Təbiətin dili bunu belə izah edir. Bu səssiz görüntünün fonunda isə çox şey yaşandı. Tarix yazıldı, gələcək planlaşdırıldı. Necə? Bəzən bir kəlmə belə hər şeyi izah etməyə kifayət eləyir. 2021-ci ildən etibarən müttəfiqlik sözü sadəcə diplomatik bir termin olmaqdan çıxaraq regionda formalaşan yeni təhlükəsizlik arxitekturası və siyasi iradənin adına çevrilib. 4 il öncə məhz bu məkanda iki liderin imza atdığı bəyannamə ilə dost və qardaş xalqlar arasındakı münasibətlər yeni mərhələyə daşındı. Biz bugün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliğimizin təminatçısıdır. Şuşa beyannamesiyle ilişkilerimizin yeni dönemdeki yol haritasını belirledik. Ve 11 A4 sayfası bu beyanname Şuşa'da bugün hayatiyet kazanıyor. Şuşa bəyannaməsi beynəlxalq müstəvidə birgə əməkdaşlığı, siyasi, iqtisadi əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti bir sözlə demək olar ki, bütün sahələrdə işbirliyinə yol açdı. Bu anlaşmayla artık Azerbaycan'ın Cənubi Kafkasya'daki güçlü varlığı bir kez daha tahkim edilmiş ve Türkiye ve Azerbaycan'ın geleceğe ortak bir vizyonla, perspektifle bakmalarının önü açılmıştır. Bu bölge ülkeleri ve küresel siyaset anlamında önemli bir caydırıcı belge ve önemli bir caydırıcı adım olarak görülməlidir. Bu onu göstərir ki, bundan sonra gələcək addımlarımızda biz Türkiyə ilə birlikdə addımlayacağıq və əsas odur ki, niyyətimiz safdır, sağlamdır. Azərbaycan və Türkiyə arasında olan əməkdaşlıq birbaşa olaraq regional təhlükəsizliyə və sabitliyə xidmət göstərir və bəyannamədə də qeyd olunduğu kimi əslində bu sənəd heç bir ölkəyə qarşı, heç bir dövlətə qarşı yönləndirilməmişdir. Sadəcə olaraq regionun da digər ölkələrini əməkdaşlığı üçün böyük imkanlar və perspektivlər açır. Tarixi sənəddə bir sıra mühüm mövzular yer alsa da onlardan ikisi xüsusilə ön plana çıxır. Bunlardan birincisi müdafiə sahəsində əməkdaşlıq və işbirliyidir. Bu sadəcə niyyət bəyanatı deyil, ortaq təhdidlərə qarşı vahid mövqe nümayişidir. İki ölkənin silahlı qüvvələrinin koordinasiyası, hərbi təlimlərdən tutmuş müdafiə sənayesi layihələrinədək strateji birgə fəaliyyət deməkdir. Biz bilirik ki, ötən dövr ərzində Azərbaycan prezidentinin sərəncamları ilə xüsusi təyinatlı, xüsusi şəxsi heyətlər formalaşdırıldı. İkincisi, müasir silahlarla və hərbi sənayinin çox müasir, ən müasir nailiyyətlərinlə ordumuzun donatılması, bəzəd edilməsi, yəni təmin edilməsi ki, bu da baş verir. Şuşa bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə də bağlı olduqca açıq və qəti ifadələr yer alır. Bu təkcə Azərbaycan və Türkiyə arasında nəqliyyat əlaqələrinin bərpası baxımından deyil, eyni zamanda Türk dünyası arasında strateji xəttin yaradılması baxımından da son dərəcə vacibdir. Bu istiqamətdə Azərbaycan və Türkiyə konkret layihələr əsasında səylərini davam etdirir. Biz yaxın gələcəkdə Zəngəzur dəhlizinin də açılmasının şahidi olacaq. Biz artıq Avropa Birliyinin də dəstəklədiyi və çox böyük belə deyək, həvəslə bunun reallaşmasını istədiyi orta dəhlizin də üzərində yerləşəcəyik. Bugün bütün dünyanın alternativ nəqliyyat dəhlizlərinə ehtiyacının olduğu bir dönəmdə düşünürük ki, məhz Zəngəzur dəhlizinin açılması ilə, Zəngəzur dəhlizinin istifadəsi ilə biz artıq dünyanın qlobal nəqliyyat xəritəsində də çox əhəmiyyətli bir mövqeyə sahiblənəcəyik. Şuşa bəyannaməsi 21-ci əsrin Türk dünyası üçün yazılan manifestidir. Onun ruhu təkcə kağızda yox, bu dağlarda, bu qalada, bu şəhərdə yaşayır və bu sənəd gələcək nəsillər üçün sabitlik, güc və birliyin təminatıdır. Ləman Bayramlı, Namiq Ağayev, Ramin Javadov, Ramin Mehdi, İTV Xəbər, Şuşa.